Bu da gördüğünüz gibi bizim Dövlət Qaçqınlar Komitəsinin sədri Rövşən Zayevin villası. Sağlığına qismət. Arkasında da gördüğünüz bu da Rövşən Zayevin. Gördüğünüz bu da Rövşən Zayevin. Bak bura. Sağlığına qismət. İndi öz adına da olmasın, ikimiz adına keçilir də. Gəzirik də. Gəzirik. Mən demişdim axı. Məndən işimiz olmasın. 16-cı dalan. Pirşağa qəsəbəsi adlanan dəniz qırağı bura. Bura böyük, möhtəşəm bir bağlardır. İndi hal-hazırda bu istiqamətdə gedirik. 15-ci dalandan 16-cı dalanın arasında olan məsafənin hamısı Dövlət Komitəsinin sədri Rövşən Zayevindir. Rövşən müəllim, Azərbaycan Dillər Universitetinin bir nömrəli yataqxanasında 30 ilə yaxında yaşayırıq. Keçmiş köçkünə. O demək deyil ki, biz keçmiş köçkünü. Bizi niyə unutmuşsunuz? Bizə deyirlər ki, Qarabağa dönəcəksiniz. Bəli, dönəcəyik. Amma sizə sual verirəm. Bu villalarla bağlı bizə məlumat verin. Bu torpaqlarla bağlı bizə məlumat verin. Gördüğünüz Azərbaycan şanlı bayrağımız hal-hazırda Qaçqın və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin sədri Rövşən Zayevindir. Bu təzə villa, dalda 2 dənə də torpaq sayısı böyük. O qırmızı şifrli də onun evidir. Yəni köhnə villasıdır. Görünə də bilindik ki, bu da bizim bayrağımız. Gözündən görmürlər, bunlar görmürlər ki, bayrağımız nə haldadır. Onu dəyişmək olmazmı? Hörmətli Rövşən müəllim. Sağlığınıza qismət olsun. Ancaq onu bilin. Köçkünün malını, köçkünün yardımını, köçkünün haqqına girənlərin əlləri kəsilməlidir. Bunu mən deməmişəm. Bunu Ulu Öndər Heydər Əliyev deyildi. Yadınızda saxlayın. Pirşağa qəsəbəsi gördüyünüz ora 15-ci dalandır. O ərazidən burada gəlir 11-ci dalan. Burada da villalardır. Bu da bizim qaçqınların üstünə qoyduqları saqqalığın villaları. 1, 2, tikir. Hələ o tərəfdə də tikir. Hara tikirsən? Hara? Hara aparasan bunları? Hara aparasın? Bax, mənə bir dənə izah edən olacaqmı bunu? İzah edən olacaqmı blogerə? Yurtsuz yuvası yer axtarıram yaşamalı. Buyur. Gəlim girin bura. Biz qaçqınlarımızı gətirək yığaq bura. Bu nədir belə? Belə bir analıq olmayan bir möhtəşəm saray. Hara gelir? Cavab verin, ne bizə? Sizin değil mi bura? Gələk yersinə danışaq, yığaq qaçqınlarımızı bura.